götürürsən. Mən işimi görürəm. Aparacıq indi maşına. Mən işimi görürəm. Ged orada, aparacıq oraya maşınası. Git maşına xanım git. Git xanım, git maşını zaten gel maşına gel. Getmirik. Maşını gəlir. Sən kimsən bizə yönləndir? Ben ki yerde yutulandım, elimden çeyledim, çok. Həmin şəxsdə mən kameram almaq istəyirdim. Eyni adamdır, hamısı. Artıq miting bitdikdən sonra biz çölə çıxdıq ki, Cəmil bəyi yola salmağa, yəni çıxma kortejini çəkməyə. Bu vaxtı hadisələr başladı davam eləməyə və göründüyü kimi birinci Cahanşir Yusufu döyməyə başladılar jurnalistlərdən və biz ona kömək eləməyə gedəndə mənim kameramı sındırdılar və mən ondan sonra çəkiliş eləyənmədim və çox jurnalistlər döyüldü. İlham Rəsulzadə var idi, Ramin Deko var idi, Sabir Bacaran var idi, Sevinç var idi ki, hansı ki kamerasını almaq istəyirdilər əlindən. Yəni zor tətbiq eləyirdilər. Onda miting qutarandan sonra Cəmil Həsənli maşından çıxanda daşa basdılar, bir-iki daş atdılar. Artıq başladı bizi hücum çəkməyə. Hər bir jurnalistə, istərsə kimdə pres geyimi görürdülər, cumurdular. Mənə hücum çəkmələrinin səbəbi orasındadır ki, polisin Cəmil Həsənlinin nümayəndəsinin vurduğunu gördüm və çəkirdim həqiqətən də və polisə yaxınlaşdım ki, üzün daha yaxından çəkim. Polis mənə ayaq təpi ilə vurdu, ayağı ilə. Sonra 6 nəfər üstümə düşdü. Hansı ki, onlardan biri öncədən çəkmişdim pencəridə, həmin avtobusa gələnlərdən biri idi. Öndə gedənlərdən biri idi. Hücum çəkdilər, öncə kameradan yapışdılar, almaq istədilər. Vermədiyimə görə başladılar mənə təpi, yumruq bədənimi vurmağa. Mən dəfələn itilədilər, dedilər fotoaparatı yığışdır. Mən ona dedim ki, axı jurnalistəm, mən çəkə biləm. Dedilər ki, dəxli yoxdur. Götür və çıxın buradan. Və elə ki, mitinqin sonunda, aksiyanın sonunda biz stadiondan çıxdıq, çölə çıxanda müxalifət təmsilçiləri maşında, onlar maşına çıxıb getdilər və bundan sonra aksiya iştirakçılarının üzərinə, jurnalistlərin üzərinə də həmçinin hücum elədi, təxribatçı adlandılar, yəni həmin qrup, polislər, həmçinin mülki şəxs. Məni də yerə yıxdılar, sonra təpiklədilər, yəni birini də mənə vurdular da, belə deyim. Sonra məni onlardan ümumiyyətlə həmin o insanlar bir-birlərini mənə ilə gəlir ki, öz geyindikləri köynəkləri ilə tanıyırlar əlindəki, çünki onlar adətən cızıqlı xətli belə köynəklər geyinirlər, çünki mən adətən həmişə fikir vermişəm, elə olur. Həmin o insanlardan biri 100% bilirdim ki, həmin insanlar, təxribatçılardan mənə kömək elədi, məni qaldırdı, dedi ki, hə, bəs bu jurnalistdir, sonra qaldırdı və kənara belə də, yəni tələdi əlindən. Mən gördüm ki, Nərgizi yerə yıxıblar, təpik vururlar Nərgizə. Yaxınlaşdım ki, çəkəm. Qıraqda da təxribatçılar dayanmışdı, yəni mülki geyimi polislər idi. Əlindən tutdular və kameraya əl atdılar ki, kameranı ümumiyyətlə qoşmayın. Mən də qışqırdım ki, niyə kameramı əl atırsınız, niyə bağlayırsınız kameramı? Dedi ki, olmaz çəkmək. Dedim, nəyə görə olmaz? Dedi ki, çəkil get-gedə, nəsə başladılar qışqırmağa, əlavə sözlər deməyə. Sonra mən amma çəkilmədim də, bunların arxasınca getdim və çatanda yaxın təzdən adamlar tökülüşdülər mənim üstümə. Yəni çalışırlar ki, jurnalistləri tək-tək tutalar ki, hamısını zərərsizləşdirərlər də. Yəni elədiklərini heç kim görməsin, heç kim çəkə bilməsin. Sındırıblar, buradan çatlayıb, bir də şey qırıblar. Bir də şey, kartı, yaddaş kartını çıxartıblar, vermədilər. Orada məsələ burasındadır ki, bizə hücum çəkmələrinin səbəbi kadrların əlimizə almaq idi. Çünki kimə hücum çəkirdə kameranı almaq istəyirlər. Mənim özümlə də ştatımı sındırdılar. Məsələ burasındadır ki, əvvəldən bir avtobus, bir 30-40 nəfərə yaxın İlham müəllimin şəkillərlə bir yerdə, sinəsində yapın işarələrlə bir yerdə gəlmişlər, əvvəlcədən provokasiya edirdilər. Polis qarşısını almadı, onlar meydana girdilər. Bir neçə nəfərin əlindən kameranı aldılar. Amma mən tək olduğuma görə mənim üstümə gələndə də əlimdən tutdular və qoymurdular. Ondan sonra bizim dostlarımız gəldi, jurnalist dostlarımız və kömək elədilər. Onların əlindən elə qutara bildim. Yəni kameramı götürə bilmədilər. Həmin çəkilişlərə də imkan vermədilər. Yəni çəkdiklərimin içərisində də bəzi kadrlar görsənir ki, kimisə vurublar, amma onlardan dəqiq göstərilmir ki, görünmür ki, kadrlarda, yəni kimdir bu, amma jurnalistimi, adi vətəndaşdımı, amma ATƏT-in orada müşahidəçi qrupları var idi və onlar hər şeyi kənardan çəkə bilirdilər. Bizi meydandan çıxana qədər, çıxdıqdan sonra hətta şəhərin mərkəzinə çatana qədər izlədilər və ondan sonra bizdən əl çəkdilər. Dünənləri deməli biz qayıtdım bölməyə. Bölmədə biraz kobudluqla məni qarşıladılar və izahatımı aldıqdan sonra polis rəisinin otağından saldılar. Polis rəisi əvvəl biraz kobud mənə rəftar elədi.
müəyyən tapşırıqlar verdi ki, izahatı get deyiş. Orada əsas söyləyirdilər ki, Pənah Hüseynin o sakinləri təhqir eləməsi ilə bağlı və gənclərin əksəriyyəti güya daş atıb, nə eləyib. Mən də söylədim ki, bizlik olmayıb da, bizim gənclərdə. Onunla bağlı indi araşdırmalar, polis mənə cinayət işi açmaq istəyir, görə indi nəticəsi necə olacaq. Mülki geyimdə mənə dubinka ilə də vurdular. Bu da aydın görsənir ki, mülki geyimdə bu polis idi və belə çıxır ki, polis rəis müavininin yanında jurnalistə rezin dəyənəklə vurmaq bu ya provokasiyadır, ya da ki, polisin öz tapşırığı. Vəziyyət idi ki, bir 10 dəqiqədə qalsaydıq bəlkə də, yəni ki, ölə bilərdi hətta. Yəni elə bir vəhşiliklə düşmən kimi hücuma çəkilmişdi. Yəni mənə elə gəlir ki, orada mülki geyimdə polislər də vardı. Çünki polisin ətrafında olanlar polis heç bir müdaxilə eləmirdi biz hücum çəkəndə. Əksinə hətta özləri köməklik edirdilər, şərait yaradırdılar. Əvvəldən avtobusla gələnləri meydana buraxmamalıydılar. Yəni qanunla bu olmazdı. Buraxdılarsa, sonda heç olmasa bizim təhlükəsizliyini qorumalıydılar. Əksinə heç bir müdaxilə etmirdilər, tamaşa edirdilər ki, bizə istənilən xəsarət yetirilsin. Yəni 9 jurnalist bildirib ki, onlar müxtəlif fiziki xəsarətlər almaqla yanaşı adi şərəf əlaqələrinin alçaldılması ilə üzləşiblər. Onların peşə fəaliyyətinə maneələr törədiliblər. Bəzilərinin çəkiliş avadanlıqları sındırılıb və çəkdikləri materiallar da əllərindən ağlarına pozulmuşdular. Bütün bu hallarla bağlı biz ilk növbədə Daxili İşlər Nazirliyinə müraciət edəcəyik ki, cinayət işi qaldırılsın. Əgər cinayət işi qaldırılmasa, məhkəmələrə üz tutacaq və bu işi Avropa İnsan Haqları Məhkəməsinə qədər aparacaq. Və mən hesab edirəm ki, bu iş kifayət qədər perspektivli işdir ki, ən azından Avropa Məhkəməsində bunu udmaq və həmin jurnalistlərə təzminat ödətdirmək mümkündür.